Edebiyatında o yenilik dalğası ki var idi. Onun əsasını qoyanlardan biriyəm. Azad Yazarlar Ocağı 2001-ci ildə yarandı. Onun 4 təsisçisindən biriyəm. Amma bizim ədəbiyyata gəlmə cəhdlərimiz 91-ci ildə həll olmuşdu, 10 il qabaq. Yəni biz dalğalar şəklində belə 10 ildən beri ədəbiyyat qalasına hücuma keçirik. Əlbarım şəhərindəki Şirvanda Rasim Qaraca, İsmail Bayramoğlu ilə müstəqil Azərbaycan ədəbiyyatının ilk ədəbi qrupunu yaratmışdır. Adı Baca idi. Orada Bacanın adının mənası ondan ibarət idi ki, Azərbaycan ədəbiyyatının havası kəsifləşir. Bundan ötürü bir baca lazımdır ki, o havanı soğurup çıxarsın və biz avantgard şeir ədəbiyyatının Azərbaycan ədəbiyyatına gəlməsi üçün cəhdlər edirik. Azad Yazarlar Ocağı da eyni şəkildə o missiya xidmət edirdi. Nəysə, mübarizəmiz müəyyən yerə getdi və ümumiyyətlə ədəbi qrupların və yaxud yenilikçilərin, novatorların qrup şəklində fəaliyyəti 5-8 ildən çox çəkir. Bizə də elə oldu və mən 2021-ci ildə Anar müəllimlərin təklifinə Azərbaycan Yazıçılar Birliyinə üzv oldum. Elə bir il sonra da Birliyin qurultayında Azərbaycan jurnalının idarə heyətinə üzv seçildim. Son 6 ayda da Azərbaycan jurnalında işləyirəm. Yəni, Azərbaycan jurnalında işləmədiyim müddətdə də periyodik mənim tərcümələri çap olunurdu. Və bu tərcümələrdən əsas məqsəd dünya ədəbiyyatındakı ən son yenilikləri, o təzə üslubları, cəryanları Azərbaycan ədəbiyyatına gətirmək, onları bizim geniş oxucu kütləsinə çatdırmalıdır. Və mənə elə gəlir ki, Azərbaycan jurnalı həmişə sözə, ciddi müəlliflərə böyük qayğıyla yanaşdığına görə bu jurnalda tərcümə sahəsində o dediyim yenilikləri eləmək daha asandır. Məsələn, mən 2022-ci ildə Annie Ernaux deyə bir fransız yazısı var idi. Onun əsərini il yarım sonra biz Azərbaycan jurnalını çap elədik. Yəni, o mükafat alan əsəridir, Atamın Yeri romanı. Və eyni şəkildə də Nobel mükafatı lavreatları, Booker mükafatı lavreatları və çox tanınmış şair, yazıcı, eseyistlərin, dramaturqların əsərlərini Azərbaycan jurnalında çap etdirmişim yeridə. Və mən tərcümə şöbəsinin müdürü olaraq bütün müəllimlərə qayğı ilə yanaşıram, onların mətnlərin redaktəri və düzəldilməsi və yaxud orijinalla tutuşdurulması, maksimum dərəcədə oxucuya çatdırılması üçün əlimdən gələn edirəm. Biraz tədbirimizin konsepsiyası dəyişdiyinə görə mən də sizə şeir oxumaq istəyirəm. Çünki müəllim məni yazı kimi təqdim elədi, mən şairəm. Marina Tsvetayevadan bir şeir oxumaq istəyirəm. Mən elə gəlir ki, bizə də, bizim poetik ruhumuza daha uyğundur. Axı, niyə eləmişəm sənə əzizim? Göz gözə baxardıq dünənə qədər, indi yusan yan. Quşlarla açardı sübhü baş-başa, indi torağayla qarqadır sənə. Sən həm ağıllıydın, həm də diribaş, bəyənməzdin mən də kütü, fərsizi. Qadının əbədi bir sualı var, axı nə eləmişəm sənə, əzizim? Tökdüyün göz yaşı, qanlar qədərmiş, eləcə mənmişəm qədər məhkumu. Sevgi doğma deyil, ögey anasa, ondan nə ədalət, nə şəfqət olunur. Gəmlər aparar, yarı aşlanı, ağaran yollarda qeyb olar izi, bütün yer üzünə bir fəryad çökər, axı nə eləmişdim sənə, əzizim? Biz Çin dövləti idim sənin gözündə, mənə diz çökürdün dünənə qədər, olsun asılınca o şirin günlər, düşüb doğrulanan pula döndülər. Suçlanıb çıxınca hakim önünə,
uşaq qatili tək istədin zil. Bunu soracağam cəhənnəmdə də sənə nə eləmişdim, ax əzizim. Şəkillə yatağa sual edirəm, niyə buna gözüm qatlaşım yenə? Səni öpüb doydu, getdi, dolaşıb, başqa bir yer tapsın deyirlər mənə. Əvvəl məni odun içinə atdın, sonra rəva gördüm buz kimi düzü. Sən mənə əzizim bunları etdin, bəs mən nə eləmişdim sənə, əzizim? Hər şeydən agaham, gəl, dəbbələmə. Gözü açıldısa sevməz bu qafa, məhəbbətin qaçar düşdüyü yerdə, ölüm öz toxumun səfər ətrafa. Niyə silkələyək arxa ağacı, alma dəyirdirsə düşəcək ödü. Sən məni əfv elə hər şeyə görə, etdiyim hər şeyə görə, əzizim.